Bir dilim çörek. Bir dilim çörek, bir dilim çörek olması üçün neçə qram olmalıdır? Baxın, dilim anlayışı bəzi insanlarda fərqli-fərqlidir. Mən bir dilim çörək yedim, bir dilim çörək yedim. Lakin bu əlimdə görmüş olduğunuz bir dilim çörək, bir dilim çörək olması üçün bütün standartlara demək olar ki, cavab verir. Hansı standartlar olmalıdır bu ilk növbədə? Qram. Gəlin baxaq görə bir dilim çörək neçə qram olmalıdır? Əvvəlcədən deyim ki, təxminən bir dilim çörək 20-25 qram aralığında olmalıdır. Baxın, indi mən bu bir dilim çörəyi bunun üzərinə qoyuram və 20 qram. Görürsünüz, tam olaraq 20 qram. Yəni, mən bir dilim çörək yeyirəm demək üçün siz təxminən 20 qram çörək yeməlisiniz. Əgər bunun üzərində bir rəqəm varsa, siz artıq çörəkdən istifadə etmiş olursunuz. Bunlara diqqət eləsəz, çox da gözəl arıqlamaq mümkündür.